Altıncı xalq adından seçilmiş xalq düşməni. Yəqin ki, bu deputat sizə tanışdır, qədirli Erkin Toğruloğlu. 16 saylı Yasamal 2-ci seçki dairəsi. Yazır ki, Bakıda doğulub, amma əslən Ermənistanlıdır dostlar. Yəni, artıq bizim bu 12-ci deyəsən bizim millət vəkili deputatımızdır ki, Ermənistandan, yəni Ermənistan və Naxçıvan tərəfdən olublar. 16 deputatdan 12'si. Onlardan biri də İlkin Qədirlidir. Yəqin ki, siz bunu tanıyırsınız. Yəni bu Azərbaycanda deyək ki, uşaq pulunun verilməsi ilə bağlı münasibət bildirməyi ilə və ümumiyyətlə güya ki, realın müxalif partiyanın üzvlərindəndir, yəni real adını real təmsil edir. Mən elə fikirləşirəm ki, bu da yazılıb Respublika Alternativ Partiyası Bakı Dövlət Universiteti siyasətçi. İlkin Qədirli 13 may 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994-2006-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin müəllimi olub. Hüquq nəzəriyyəsi fənninin tədris edib. Həmçinin beynəlxalq münasibətlər fakültəsində mühazirələr oxuyub. Müxtəlif vaxtlarda beynəlxalq qırmızı xaç və qırmızı aypara hərəkatı, BMT, Avropa Şurası, ATƏT kimi təşkilatlarda, həmçinin bir sıra milli və beynəlxalq layihələrdə və işçi qruplarında ekspert kimi fəaliyyət göstərir. 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin təsisinə dair Romada keçirilmiş BMT-nin diplomatik konferansında Azərbaycanın nümayəndə heyətinin üzvü olub. 1999-cu ildə Almaniyada nəşr edilmiş Kompentari 10 Statut of the International Criminal Court Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin Roma nizamnaməsinin şərhi kitabının müəlliflərindən biridir. 25 dekabr 2008-ci ildə yaradılmış Respublikaçı Alternativ siyasi hərəkatın təsisçilərindən biridir. 2014-cü il mayın 13-də Respublikaçı Alternativ Partiyasında başkanlıq vəzifəsindən kənarlaşdırılıb. Respublikaçı Alternativ Partiyasının idarə heyətinin üzvü olmuşdu. 9 fevral 2020-ci ildə keçirilən növbədən kənar seçkilərdə 16 saylı Yasamal 2-ci dairədə qalib oldu və millət vəkili seçildi. Elçin Qədirli Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin və Milli Məclisin Müdafiə Təhlükəsizliyi və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü seçilir. Elçin Qədirli İrlandiya, Azərbaycan parlamentləri arası əlaqələr üzrə işçi qrupunun rəhbəri və Azərbaycan Aşbadakı nümayəndə heyətinin üzvü seçilir. 4 avqust 2020-ci ildə Respublikaçı Alternativ Partiyasının siyasi komitəsinin üzvüdür. Və İlkin Qədirli haqqında balaca bir videomuz var. Onu da göstərək dostlar. Ondan sonra Allahın köməkliyi ilə söhbətimizi davam elətdirərik. Əhali artmır. Mən təkrar edirəm. Uşaq pulunu yüksək olan ölkələrdə təcrübədən keçitmədən deməsək daha doğru olar. Çünki Azərbaycan şərq mentaliteti olan... Mən uşaq puluna qarşı deyiləm, yanlış anlamayın. Vermə olsa səs verərsiniz mi uşaq pulunun lehine? Onu bizim konstitusiya sisteminə Milli Məclis verməyəcək o qərar, o prezidentin qərarıdır. Mən prezident o qərar versəm, mən buna qarşı çıxası deyiləm. Mən sadəcə deyirəm ki... İşləyirsiniz, prezident deyir, bu qərarı versə, mən buna qarşı çıxan deyiləm. Güya ki, bu yəni qarşı çıxa bilər, amma çıxmayacaq. Yəni uşaq pulunun verilməyinə
dövlətinin əleyhinədir. Amma uşaq pulunun verilməsinin dövlətə yüklənməsinin də əleyhinə təsəvvür edin. Yəni ilhama girməyin ən mədəni, ən gözəl formu. Bu məsələni həll etmir, problemi həll etmir. Bu bir. İkinci, ümumiyyətlə bir sağ təmayüllü siyasətçi olduğuma görə mən ümumiyyətcə dövləti sosial xərclərini yükləməyin tərəfdarı deyiləm. İşləyirsiniz dostlar. Dövlətin sosial xərclərlə yüklənməsinin tərəfdarı deyil. Dövlət öz işini, baxın, əgər dövlət öz işinin namusla, ləyaqətlə görürsə və qanunların işlənməsinə, yəni deyək ki, insanların iş şəraitinin yaxşılaşdırılmasına, deyək ki, azad ticarətə filana imkan yaradırsa, bəli, doğru dövləti yükləməyə gərək yoxdur. Amma bütün hər yerdə hər şeyi dövlətin adından İlham Əliyev həll edir. Biz hamımız bilirik. Amma bunun şeyi var da, necə deyərlər, indiki sistemdə aydın məsələdir. Dövlət kəsib insanların sərbəst qazanma imkanlarını, özəl iqtisadiyyat inkişaf etmir. Ya birbaşa dövlətin müdaxiləsi və nəzarəti altında, ya da böyük holdinglər, hansılar ki, onlar da hakimiyyətə bağlıdır. Onda əlbəttə ki, vətəndaş haqlı olaraq, nə mənada, mənəvi baxımdan haqlı olaraq, təcə qədər mənə qazanma imkanı vermirsən, ondan mənə pul ver. O zaman anlamaq mənəvi olaraq haqlı. Anlamağım da gəlir də. Mən bir dəfə sizin efinizdə yeri gəlmişkən dedim ki, söyüşlərə alışmışam deputat olunan. Onu belə yanlış yazdılar ki, mən o qədər arsızlaşmışam ki, heç bir söyüş mənə artıq yox elə deyil. Əlbəttə söyüşlər mənim xətrimə də deyir, qəzəbləndirir və s. Mən o anlamda dedim, alışmışam ki, bir siyasi mədəniyyət olaraq biz hələ... Dostlar, mən elə həmən bu siyasi mədəniyyət olar yerində saxlayıram və bundan da mən düşünürəm ki, Elçin Qədirlinin söhbətinə nöqtə qoyaq, yəni siyasi mədəniyyət. Bu termini necə işlətdi, yadınızdan çıxmayıb ki, bax. Bir siyasi mədəniyyət olar. Siyasi mədəniyyət. Siyasi mədəniyyətdən danışan adam, dostlar, mən sizə bir şey deyim. Əgər siyasi mədəniyyətin deyək ki, ən azından deyək ki, inkişafı, yəni olması nöqteyi nəzərindən, əgər sən siyasi mədəniyyətdən heç olmasın nəyisə yaranmasını Azərbaycanda istəyirsənsə, birinci seçkilərdən yapışmalısan və sən qəti etiraz eləməlisən İlham Əliyev ki, İlham Əliyev səni deputat edib. Yəni bu qədər bəsit. Sən bilirsən ki, özün də boynunu ağrırsan ki, səni xalq seçməyib, sən İlham Əliyevin diktəsi ilə deputat olmuşsan və bu gün həmən o aldığın 9-10 min manat pul da sənin üçün halal döyüş, o oğurluq pulu kimi bir şeydir və sən bu gün Azərbaycanda, Azərbaycan ölkəsində deyək ki, müxalifət adından yalançı, deyək ki, müxalifət kimi fəaliyyət göstərirsən. Yəni, satqın həmən o Hikmət Hacıyevin dediyi kimi, deyək ki, satılmış, xalq adından seçilmiş xalq düşməni, Elçin Qədirli.